Orta məktəb şagirdləri arasında fövqəladə hallara hazırlıq, şəxsi və ictimai təhlükəsizliyə yanaşma hissinin artırılması, o cümlədən gənc nəslə sağlam həyat tərzinin təbliğini aşılamaq məqsədi ilə Gənc Xilasedici və Yanğın Söndürən adı altında növbəti zona yarışı keçirilib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Gənc Xilasedicilər müsabiqə proqramı üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan gənc xilasedici və yanğın söndürənlərin növbəti zona yarışı keçirilib. İlk olaraq tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Daha sonra dövlət himni səsləndirilib. Yarışmaya mərkəzin tabeliyində olan rayonlardan 10 komanda qatılıb. Tədbirdə icra hakimiyyətinin nümayəndəsi və Aran Regional Mərkəzinin şəxsiyyəti iştirak edib. Rəsmi hissədə çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar. Natiqlər uşaqların fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmələrinin vacibliyini qeyd edib. Yeniyetmələrin vətəndaş kimi formalaşmasında bu cür yarışların əhəmiyyətindən danışıblar. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gənc xilasedici və yanğın söndürən yarışları gənc nəsildə həyat fəaliyyətinin təhlükəsizliyin əsaslarının öyrədilməsi, həyat fəaliyyətinin təhlükəsizlik mədəniyyətinin əsas məqsədimiz formalaşdırılmasıdır. Gənc nəslin yetişməsində xilasedici sənətinə həvəs, ümumiyyətlə özlərini fövqəladə hallarda necə aparmağı bacarmalı, özlərinə və başqalarına kömək etməyi bacarmaq qabiliyyətini əsas məqsəd odur. Komandaların marş sədaları altında keçidindən sonra yarışa start verilib. Gərgin keçən estafetlərdə komandalar müsabiqə proqramı üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, yarışlara may ayının əvvəllərindən start verilib. Qalib komandalar iyun ayında keçiriləcək Ümumrespublika final yarışlarına qatılacaqlar. Elnar İbrahimova, Eşqin Əhmədov, LTV Yevlax.